müzakirə eləmişik nəyi? Zero conditional and first conditional. Yaxşı, demişik ki, zero conditional mahiyyət etibarilə hansı zamanı ifadə edir? Yəni, ümumiyyətlə, mövzu mahiyyət etibarilə nə deməkdir? Konkret bəli. Conditional ifadə edərkən demişik ki, konkret faktları ifadə edəcək. For example, bizim bir nümunəmiz var idi. İkinci tərəfimdə də indiki sadə zamanı, ikinci tərəfimdə də indiki sadə zamandır. Yaxşı, bəs first conditional gələrsə, düzdür? Bəli, özündən sonra birbaşa tələb edəcək. Present, ikinci simple. Aha, ikinci hissədə də bəli, feature. Xeyr, yadımızda saxlayırıq ki, ikinci tərəfimiz heç bir zaman will, won't qəbul edə bilməz. Sinonim nə deyək təbii present sözünə? Düzdür. Yaxşı, dol. Yaxşı, bu hansı zamanda olan cümlədir? Yaxşı, Nəriman stopped her. Hansı zamanda? Nəriman? Nəriman stopped her. Aha, indiki.